Abzas Media jurnalistlərinin məhkəmə prosesi davam elədi. Bilirsiniz ki, bizim bu gənclərimiz həbs olunandan sonra da mübarizəni davam elətdirirlər. Onlarla qürur duymamaq mümkün deyil. Bu zərif gənc qızlar, bütün kollektiv, Ülvi Həsənli başda olmaqla, Sevinç Vaqif qızı başda olmaqla, bu adamlar nəyə görə həbs olunublar? Azərbaycan hakimiyyətinin korrupsiyasını sənədli, sübutlu ifşa etdiklərinə görə. Və Azərbaycan hakimiyyəti, o hakimiyyət ki, son illərdə 1 milyard dollara qədər dövlət orqanları və vəzifəli şəxslər vasitəsilə qrant alıb, həmin hakimiyyət indi bu gənc istedadlı jurnalistləri qaçaqmalçılığa görə, qrant almağa görə mühakimə edir. Əslində hamısı bilir ki, hamı bilir ölkədəki o adamlar cinayətkar deyil, onlar cinayətkarları ifşa eləyən qəhrəmanlardır. Mübarizəni davam etdirməklə bütövlükdə millətimizin üzünü ağ eləyirlər. Videolarımızı vaxtında izləmək üçün Baku Times şəbəkəsinə abunə olub bildirimləri açmağı unutmayın.